Ki, sən bura gəlməkdən xoşbəxtsən. Niyə? Çünki burada gözəl var, yiyəcək xanımız var, hər zaman. Bizim... Can, ağlama, ağlama. Fatimə gördüyümüz ən güclü qızlardan biridir. Çünki 4-cü dəfə artıq əl əməliyyatına gedəcək. Həmişə mehribandır, həmişə gülərizdir, həmişə yardımsevəndir, hamı ilə oynamağı çox sevən. Hə, Fatoş? Can, Fatoş. İnşallah əməliyyatın uğurlu keçsin. Can, inşallah ki sağalarsın. Mən ümid edirəm ki, Fatiməmizin baxın, əlləri 4-cü əlləri. dəfə açılacaq, barmaqları qəşəng olacaq inşallah. Əlindən tuta bilərəmmi? Olarım. İncitmir. Yox, mənim ilişdi, ona görə soruşdum. Ay Can, inşallah sağalacaqsan sən. İnşallah. Fatimə, sən qalib gələcəksən bu xəstəliyə. Xəstəlik sənə yox, sən xəstəliyə qalib gələcəksən ki, tam əllərin açılacaq və hər bir buradakı olan uşaqlardan daha gözəl, daha fərqli, daha pozitiv, daha emosional, daha özünə güvənli olacaqsan. İnşallah ki, gələn səfər mən bura gələndə, mən bura tez-tez gələcəm artıq. Çünki mən burada mən burada həmişə özümə doğma bildim artıq buranı. Çox sevdim həqiqətən də. Çünki bu balaların hər birinin üzündə bir gülərizlik var. Can, qurban olaram hamınıza. Hər birinizi var olun deyirəm. Yəni o qədər gözəlsiniz ki, hətta şəkillər belə lövhədə. Bu şəkillər uşaqları əməliyyata apardığı uşaqlar var. Türkiyəyə müayinə olsun, əməliyyat olsun. Bu uşaqların hər biri əməliyyat olunubdu. Hər biri böyle acılar yaşayıbdı. Amma Elçin xala bu acıları həqiqətən də onlara sevdiribdi. Gülərək o əməliyyatdan çıxanda belə, girəndə belə gülərək girmiş o əməliyyatlara həqiqətən. Can, hamınız həmişə gülün. Gülün. Bu həyatda gülüş, dünyanı gülüş və sevgi xilas edəcək. Baxın, aşağıda görsüz nə yazıb? Sevgi gözəl müalicə üsuludur. Bəli, sevgi ən gözəl müalicə üsuludur. Xalamın öz sözüdür. Çünki bu həqiqətən də o bunu sübut edib, bizi sevgisi ilə sağaldıbdı. Bu həyatda bizi onun kimi heç kim öpməyibdi, qucaqlamayıbdı, bağrına basmayıbdı. Yəni ya da heç bir adam bunu etməyibdi. İnanın ki, and ola Allahım, mən sizlərlə o qədər xoşbəxtəm ki. Biz də burada Valla o qədər biraz kövrəyəm, üzrə hesab eləyin. Həqiqətən də. Çünki bu uşaqların hər biri o qədər mələkdir. Sadəcə bir mələk balalarımızdır. Baxın, sadəcə şəkillər adamla danışır. Sadəcə şəkillər insanla danışır ki, nə bilim, danışan şəkillər, mən adını belə qoyaram, danışan şəkillər. Həqiqətən də bu şəkillər adamı danışdırır. Biz həmişə güclüyük. Mən həmişə sizin yanınızdayam. Mən həmişə yaşam mərkəzinin yanındayam. Doğrudan da bu uşaqlar sadəcə bir sevgi istəyir. Sadəcə bir sevgi tələb edir ki, sadəcə sevgi ən gözəl müalicə üsuludur. elə böyük bir şey gözləmirik gerçəkdən. Yəni bir sevgisi, bir gözəl sözü belə insanın həqiqətən də insan, hətta bir uşağın ürəyinə o qədər toxunur ki, çox böyük fərqlər yaradır.